İnsanın içində elə bir dünya olur ki, o dünya kağıza köçəndə sözlər susur, rənglər danışmağa başlayır. Ramil Əhmədov da belə bir hekayənin sahibidir. Onun həyatı sözlərlə deyil, fırçanın kağız üzərində buraxdığı izlərlə danışır. O, uşaqlıqdan bəri fərqli bir həyat yolu ilə irəliləyib. Bu yol bəzən çətin, bəzən də daha dərin hisslərlə dolu olub. Amma heç nə onun içindəki yaradıcılıq işığını söndürə bilməyib. Ramil 1981-ci ilin fevral ayının 6-sında Şərur rayonunda doğulub. Heç bir müəllimin yanında dərs almasa da, Ramilin içində fitri bir çağırış olub, rənglərə çevrilən bir çağırış. O, dünyanı başqalarının baxdığı kimi deyil, öz duyğularının dili ilə görüb. Bəlkə də elə buna görə onun rəsmlərində sadəcə görüntü yox, hisslər var. Hər bir cizgi, hər bir rəng onun iç dünyasının danışan səsidir. Mən yenə elə uşaqlıqdan əlim qalan tutandan şəkil çəkirəm. Bizim tarixdə də biraz əl qabiliyyəti olanlar var idi, dırnaqaralar idi, az da olsa nazaqlar var idi, rəssamlara. Sonra tariximizdə də bir rəssam da var. Sonra illər keçdikcə birinci qələmlə, rutkayla, dünya ulduzları, Van Dan idi, Remboydu. Bunların şəklini çəkirdim, sonra maraqlı maşın şəkillərini çəkirdim. Yəni, o vaxtdan hələ yarandı, bir də o dediyin kimi ətrafında da maraq olduğu üçün rəssamlara qarşı. Deyək, onların deydiyi, onlara çizərdiyi o əxlacı ilə. Sonra qonşumuz da var idi, həvəskar rəssam idi, o da təzə başlayanda çox könəkli olmuşdu. Deyək, onun dəstəyi, sonra televiziyada, TRT-dən yəqin ki, tanıyan yoxdur, Rosbod var idi, qırmızı rəssam. Onu da izləyirdim, yəni onun da dəstəyi oldu, yəni baxıb öyrəndim də, yəni şeylər, ondan dikər qoxadaraq rəssamlığa davam elədim. 20 yaşına aid kadrlarına baxanda belə, onun yaradıcılığında gizlənən istedad aydın görünür. Sanki o, yaşından çox əvvəl öz sənət dilini tapıb və bu dili rənglərlə ifadə etməyi bacarıb. Ramilin istedadı üzə çıxandan sonra onun adı Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində keçirilən sərgidə səslənir. Bu sərgi onun üçün sadəcə bir başlanğıc deyil, həm də illərlə içində saxladığı dünyasının ilk dəfə başqaları tərəfindən görülməsi idi. Daha sonra Ramil Bakı şəhərinə yol alır. Burada onun sənət yolu daha geniş açılır, yaradıcılığı yeni nəfəs alır. O artıq daha çox işləyir, daha çox düşünür və hər bir əsərində özünü biraz da artıq ifadə edir. Birinci sərgini Naxçıvandırdım, Naxçıvan şəhərində 2000-ci ildə. Ondan sonra davamı gəldi, Şərur rayonunun Türk liseyində oldu, sonra Naxçıvan yenə də rəssamlar ittifaqında oldu. Sonra Bakıda müsabiqələrə əsərlərini göndərdilər, Qəzələdə beynəlxalq müsabiqələrdə iştirak elədi. Ramil heç kəsin görmədiyi qədər çox diqqətlidir. Həmçinin çox emosionaldır. Çox danışmağı sevməsə də, içindən keçən sevinç və kədərli hər bir şeyi fırçası ilə tablolarında yaratmağa məncə sevir. Onları mən elə hiss edirəm ki, hamıya açılmasa da o tablolarında o ürəyindəki kədəri və sevinci əks elətdirir tablolarında. Mənim üçün də elə ayrılmaz dilsizdən oldu artıq rəssamlar. Yəni, bundan başqa deyil, dadadığım bir şey də yoxdur deyə elə. Yəni, həmin sənətin olur, dostun olur, həyatı qazandıran bir sənət olacaq mənim üçün. Yəni, indi hər tərəfində rəssamlıq var demək olar. Dediyim kimi də hər kətanı qadağına qoyanda yeni bir dünya başlayır, yeni bir həyəcan başlayır.
yeni bir əsər ortaya çıxır. Ramil Əhmədov müxtəlif mövzularda əsərlər yaradır. Onun rəsmlərində bəzən sakitlik danışır, bəzənsə daxili bir çırpınış hiss olunur. Amma hər bir əsərdə eyni həqiqət var. O, dünyanı öz ürəyinin gözü ilə çəkir. Döyüşədən düşdüyüm vaxtlarda da ağ kətanını önünə qoyuram. Ağ kətanında yeni bir başlanğıc kimi, yeni bir həyatan kimi. Yeni bana ümid verir də, yeni bir kətan, yeni bir başlanğıc yaşayıram. Ondan öz həyatına davam edirəm, ondan təsəlli gəlir, ondan yoluna davam edirəm. Bir çox əsərində baxdıqda da Ramilin içindən keçənləri bəzən duyuram ki, bu rəsmi bəlkə də kimsə baxanda başqa cür görür, mən baxanda bir başqa görürəm onu. İçindən keçənləri hiss edib çəkdiyi üçün bəlkə də fikirləşirəm ki, bu içindən doğrudan da bunun içindən keçən budur, bunu yansıdıb tablolarına. Bəzi rəsmlərində hansı ki rəsmi həvəslə, sevinclə çəkilirsə, o rəsm duyulur, görülür və seçilir. Hansıdır ki, kədərlə və yaxud da ki, qırılmış bir vəziyyətdə çəkirsə, yenə də onu aşkar eləmək mümkündür. Mənə doğru xoşbəxt olmaq deməkdir, yəni əxlaqlısın, yaxşı olsun, işlərinə davam edin. Tanınmaq sadəcə İnkişafın üçündür, sənətini inkişaf etdirməyin üçündür. Maddi cəhətdən dəstək olmaq üçündür, yəni uğurludur. Ramil bəy istedadlı bir rəssamdır, çox istedadlı bir rəssamdır. Siz onun əsərlərini gördüyünüz zaman da bunu mütləq özünüz də hiss edəcəksiniz. Ramil Əhmədov tanınmış ictimai xadim, jurnalist Qənirə Paşayeva ilə tanış olduqdan sonra onun yaradıcılığı yeni bir mərhələyə qədəm qoyur. Bu tanışlıq Ramil üçün sadəcə bir görüş deyil, həm də onun sənətinin daha geniş coğrafiyalara açılan qapısı olur. Məhz bu bağlantıdan sonra Türkiyədə onun sərgisi təşkil edilir və Ramilin rəngləri artıq sərhədləri aşaraq daha geniş auditoriyaya çatır. Qənirə xanımla tanış oldum, Allah ona rəhmət eləsin. Birinci Türkiyədə sərgində çox dəstək oldu. Türkiyədə, Ankara'da, Antalya'da sərgin oldu. Sonra Kapadokiyada sərgin oldu. Sonra da o Türkiyədəkilərlə davamı gəldi. Ankara'ya dəvət aldım, orada sərgi keçirdik. Ondan sonra Mersin şəhərində sərgilərim oldu. Yəni ondan sonra da daha böyük sərgilər Bakıda yenə davam elədi, Qazalarda yenə davam elədi sərgilərim. Ramilin yaradıcılığında xüsusi bir istiqamət də portret sənətidir. O təkcə insan üzünü çəkmir, şəxsiyyətin ruhunu, daxili gücünü və tarixi yükünü rənglərə çevirir. Onun fırçasında görkəmli şəxsiyyətlər sadəcə təsvir olunmur, sanki yenidən canlanır.
Ümummilli lider Heydər Əliyevin portretləri bu yaradıcılığın ən dəyərli səhifələrindəndir. Ramilin çəkdiyi Heydər Əliyev obrazlarında bir dövlət təcrübəsinin ağırlığı, bir liderin uzaqgörən baxışı və xalqına bağlılığının dərinliyi hiss olunur. Bu portretlərdə sadəcə bir insan siması deyil, bütöv bir tarix, bir dövlətçilik fəlsəfəsi əks olunur. Hər bir cizgi, hər bir kölgə onun əzəmətini daha da gücləndirir, obrazı daha canlı və təsirli edir. Ramilin fırçasında Türk dünyasının böyük lideri Mustafa Kemal Atatürk də xüsusi yer tutur. Onun müxtəlif mövzularda işlənmiş Atatürk portretlərində bir tərəfdən sərt qərarlılıq, digər tərəfdənsə dərin düşüncə və milli ruhun gücü hiss olunur. Ramil Atatürk'ü yalnız tarixi bir şəxsə kimi deyil, həm də bir ideyanın daşıyıcısı kimi təqdim edir. Bu portretlərdə baxışlar sanki danışır, səssiz, amma çox güclü bir mesaj ötürür. Azadlıq, müasirlik və iradə mesajı. Atatürk'ün portretini o işlerine yaratmışam ki, o yani çok da işler görüpler. Türkiye'nin balası dedenlerler. Ramil eyni zamanda Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğanın da bir neçə portretini işləyib. Bu əsərlərdə onun təbii ifadəsi, liderlik xarakteri və dövlətçilik duruşu realist və təsirli şəkildə əks olunub. Ramil portretlərdə süni effektlərdən uzaq duraraq obrazın təbiiliyini qoruyur. İstedadlı rəssamın həyat yolunda elə anlar var ki, onlar təkcə bir xatirə kimi qalmır. Bir ömrün yönünü dəyişən, yaddaşa əbədi həkk olunan dönüş nöqtəsinə çevrilir. Belə anlardan ən əlamətdarı 2023-cü ilin sentyabr ayının 27-sində baş verir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Texnofest çərçivəsində Bakıya səfəri zamanı hava limanında baş tutan görüş Ramil üçün hisslərin sözlə ifadə olunduğu bir ana çevrilir. Texnofest getirildi Azərbaycanda, gəlmişdi ora. Orada aeroportda görüşmə imkanım oldu, əsərini təqdim elədim Erdoğan'a. O da çok kadar yüksek değerlendirdi. Emine Hanım da yanındaydı. İkisi de kıymetlendirdi. Yani onlar tüm demokrasi en güzel günlerinden, en uğurlu günlerinden biriydi. Azərbaycan xalqının tarixində ən qürurlu səhifələrdən biri yazılarkən, o sevincin, o qələbə hissinin sədası Ramil Əhmədovun dünyasında da rənglərə çevrilir. Zəfər xəbəri yayıldığı an Ramil bu duyğunu sadəcə yaşayanlardan biri kimi yox, onu sənətə çevirən bir rəssam kimi qarşılayır. Bu böyük tarixi anın təsiri ilə o, Azərbaycan Respublikasının prezidenti Ali Başkomandan İlham Əliyevin portretini işləyir. Bu portret sadəcə bir obraz deyil, bir xalqın qələbə iradəsinin, əzminin və gücünün bədii ifadəsidir. 44 günlük Nöhtəşən Qaradayın sevinci ilə, qürurluyla Ali Başkomandanımızın portretini çəkməyə qərar verdim. Yəni, Tarlada da gördüğüm için en Tarlanın merkezinde Ali Başkomandanı. Onun sayesinde 30 illik işğalda qalan torpaqlarımızın geri dönüşü, Qaradağımızın simvolu olan Şuşa qalası, Cənab Prezidentimizin de uğurlu inkişafını göstərmək üçün də tut səhətdə alovla güllələri. Ramilin yaradıcılığında Xudafərin körpüsü mövzusu da xüsusi yer tutur. Bu əsərdə o, təkcə bir memarlıq abidəsini deyil, tarixlə bu gün arasında qurulan mənəvi körpünü canlandırır. Körpü onun rəsmlərində sadəcə daşdan ibarət deyil, o ayrılıqların, həsrətin və nəhayət qovuşmanın simvoluna çevrilir. Ramil Əhmədovun yaradıcılığında elə əsərlər var ki, onlar artıq kənardan baxılan bir tablo deyil, rəssamın öz ruhuna açılan bir pəncərədir. Onun özünü dərviş obrazında təqdim etdiyi əsər də məhz belədir. Bu tabloda Ramil sadəcə bir fiqur çəkmir, o öz daxili aləmini simvolik bir dillə ifadə edir. Özünə aid bir əsər çəkmişəm, orada burada yanında da olur əsər.
Orada özünü deyədə geyinindən, getindən deyədə dərviş formatında o dərdiklərin o azadlıqları olur. Yəni heç nələr olmazlaracaq, azadlıqları olur. Ondan öz həyatlarını, öz dünyasında yaşayan insanlar olurlar. Ben de orada öz dünyamda yaşadığım için, öz ruhumdan, öz ruhumdan diğer de ondan geyinine sığınarak derdi ki gözümüzlerini orada gizletmişim. Ondan sonra da o törədiyinlərini götürmək üçün əlimdə asası var. Ətrafında olan o manələr, o problemlər, onlar da aşağıda o tutduqlardı götürmüşəm. Yəni həyatımın çətinlikləri, mənə o yolunu yavaşlatan sürüngənlər. Bu çətin yolda, qaranlıq yolda, əlimdə lampa, yenə də o düşünkən ümid axtarıram. Həyatımdan nə qədər qısa olduğunu, nə qədər o kövrək olduğunu da onu da göstərmək üçün çiynində kəsənək də təhlükən. Amma ümid axtarmaq üçün yola çıxdığımlarında xanlara baxmayaraq, gözləmədiyim anda, yəni ümidləri kəsildiyi anda da yuxarıdan gələn işıq var. Birinci yuxarıdan gələn işıqdır, yəni sənə ümid verən. Sən axtarış hərəkətində olsan da, yəni müdahilədən aparsan da, onda Allah öz sözünü deyir, yəni yuxarıdan istədiyi vaxt sənə yol açır, istədiyi vaxt ümid verir. O, tanınmış və dəyər verdiyi sənət adamlarının portretlərini xüsusi bir həssaslıqla işləyir. Bu əsərlərdə yalnız zahiri oxşarlıq deyil, həmin insanın sənət ruhu səhnədə və həyatda daşıdığı aura hiss olunur. İlham aldığı insanlara ünvanlanan səssiz, amma çox dərin bir minnətdarlıq. Bu hisslərin ən yadda qalan nümunələrindən biri isə Türkiyənin məşhur sənətçisi Mahsun Qırmızıgüllə bağlıdır. Ramil onun portretini böyük sevgi və diqqətlə işləyir və həmin əsəri sənətçinin konserti zamanı şəxsən təqdim edir. Bunu benim çok özel bir kardeşim yapmış. Şimdi yanına gideceğiz, tamam mı? Geliyorum abi. Hemen geliyorum, gel. O gidemez buraya, ben geleceğim. Teşekkür ederim. Bəzən insan ən gür alqışların səsləndiyi bir anda belə içində səssiz bir sualla üz-üzə qalır. İstedadlı fırça ustası da məhz belə anlarda özü ilə tək qaldığında bir sualı ürəyindən keçirir. İllərdir verdiyim bu mübarizə buna dəydimi? Bu sual onun keçdiyi yolların, yaşadığı çətinliklərin, susaraq çəkdiyi rəsmlərin, içində böyütdüyü arzuların bir xülasəsi kimi səslənir. İnatkarlıqdır, müdahiləyə dəydinidir. O sualı belə deyərin ki, mənə. Mən də deyərəm ki, dəydi də, yəni mən də sənəti çəkdiyim, müdahiləyə, bu inatkarlığımla da əsərləri ortaya çıxartdın, yəni. Elə cəmiyyətə atıldın ya, yəni ki, dost qazandın, sərgilər açdın. Yəni uğurumu qazandığım sənətimdir. Ona görə də məncə dəydi. Ramil Əhmədovun hekayəsi sadəcə bir rəssamın uğur yolu deyil. Bu, inamın, səbrin və sükut içində böyüyən bir istedadın hekayəsidir. O heç vaxt gürültülü sözlərlə danışmır. Onun yerinə rənglər danışır, cizgilər danışır, əsərlər danışır. Rəsm əsərləri ilə Ramilin öz həyatıdır. Yəni, bəlkə də bu olmasaydı Ramil də olmazdı. Mən bunları ayıra bilmirəm bir-birindən. Onun çəkdiyi hər bir tablo bir izdir. Keçdiyi yolların, yaşadığı duyğuların, susaraq verdiyi mübarizənin izi.